Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla maraqlı orqanımız haqqında danışacağıq, ürəyimiz haqqında danışacağıq ki, mən dəfələrlə bunu qeyd etmişəm ki, birinə sevgimizi bildirəndə, dəyərli olduğunu bildirəndə onu ürəyimizlə assosiasiya edirik ki, yəni ürəyimiz qədər bizim üçün vacibsə, boşuna bu qədər hekayələr, romanlar, bu qədər mahnılar yazılmayıb ürək haqqında. Hətta rəhmətli İlham Əquliyevanın bir mahnısı vardı. Daş deyil, ürəkdir bu. Həmişə o yadıma düşür. İstənilən halda bugün mövzumuz ürəyimizdir. Ürəyimiz nə qədər tez-tez xəstələnir, onu qoruya bilirikmi, qoruya bilmiriksə, niyə qoruya bilmirik? Bu qədər hər şey inkişaf edib, niyə ürək səbəbindən ölüm hadisələri hələ də birinci yerdədir? Bütün bu sualların cavabını ürək mövzusunda çox güvəndiyimiz həkimimiz, həmçinin də biz eyni klinikada çalışırıq. Mərkəzi klinikada da kifayət qədər tanınmış, peşəkar, invaziv kardioloq doktor Oqtay Musayev studiyamızın qonağıdır. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Nəhayət vaxt tapdınız. Çox sağ olun. Sizə təşəkkür edirəm. Belə çox sentimental bir dramatik giriş elədim. Qəşəng bir açılış elədiniz. Poetik giriş elədim doktor. Bilirəm işləriniz çoxdur, xəstələriniz çoxdur. Həm icbari tibbi sığorta, həm digər xəstələr, həkimlərin belə deyək, vaxtı olmur televiziya verilişlərinə çıxmağa çox vaxtı. Amma mən hər zaman deyirəm ki, dəvətləri qəbul etmək, gəlmək, danışmaq lazımdır ki, həm qeyri-peşəkarlar meydanı boş görməsin, həmçinin də insanlar maksimum bu mövzuda maariflənsin. Həmçinin buradan həkimlər çıxanda da deyir ki, dəyişiklik oldu, nə yaxşı ki, gəldim. Ümid edirəm ki, sizdə də elə olacaq. Ən azından havamızı dəyişmək oldu. Bəli, bir də ki, bizim sahə belədir ki, istərsəməz əhalinin əksər hissəsi bu bizim məşğul olduğumuz sahədən əziyyət çəkir, ürək-damar xəstəliklərindən və iş yükü həqiqətən də çox olduğu üçün əslində belə verilişlər həm bizim üçün də bir refresh rolunu oynayır, bir yenilənmə, həm havamızı dəyişirik, həm sizlərlə görüşmə imkanı olur. Baxmayaraq ki, eyni xəstəxanada işləyirik, amma rahat oturub belə söhbət eləyə bilmirik. Elədir, doktor, razıyam sizlə. Kardiologiya dünəndən bugünə Azərbaycanda çox şükürlər olsun ki, artıq kardioloji problemlə müalicəyə xaricə gedən insanlar demək olar ki, yoxdur. Bəli. Çünki kifayət qədər böyük işlər görülüb. Bax, istəyərdim bu haqda danışasınız və ümumiyyətlə kardiologiyadakı bölümlər necə bölünür? Kardioloq kimdir? İnvaziv kardioloq kimdir? Kardiocərrah kimdir? Bax, bu haqda giriş edək, ümumi məlumat verək tamaşaçılarımıza, daha sonra xəstəliklərdən danışaq. Təşəkkür edirəm Tutu xanım. Əslində bunu açıq, geniş izah etməyə ehtiyac yoxdur. Çünki hər kəs artıq bilir ki, 20 il bundan öncəki Azərbaycanda səhiyyənin səviyyəsi eynidir və xüsusən də kardiologiya dünyanın ən yüksək ölkələrin, inkişaf etmiş ölkələrindəki kardiologiya səviyyəsindədir. Yəni bu nə deməkdir? Bir maddi texniki təchizat baxımından, xəstəxanaların müasir avadanlıqlarla təchizat baxımından ki, bu gün istər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda dünya standartlarında təchiz olunmuş ürək damar mərkəzləri artıq mövcuddur. İkincisi isə bu avadanlıqları, bu təchizatı işlədə biləcək və hal-hazırda dünyada qəbul olunmuş standartlarda tibbi xidmət göstərə biləcək mütəxəssislərin, yəni həkimlərin olmasıdır ki, şuralar bu sahədə də yetəri qədər artıq həm Bakı şəhərində, paytaxtda, həm də digər regionlarımızda həm öz ölkəmizdə yetişmiş, həm də xaricdən yetişmiş mütəxəssislər fəaliyyət göstərirlər. Bir nüansı qeyd edeyim, 2011-ci ildən səhv eləmirəmsə, ölkədə rezidentura təhsil sistemi başladı. Və bu əslində bizim çoxdan xəyal etdiyimiz bir sistem idi. Çünki biz tibb universitetini bitirəndə ancaq
bir illik internatura sistemi var idi və o internaturanı keçdikdən sonra biz ixtisas alırdıq. Yəni mən də kardioloq ixtisasımı 2004-cü ildə bir illik internatura keçdikdən sonra almışam. Amma bunu Çox az təcrübə ilə işə başladıq. Təbii ki, bu bir illik, bunu həmin dövrdəki bizim rəhbərlər də bilirdilər ki, yəni bu bir illə dünyanın heç bir yerində mümkün deyil ki, tam mütəxəssis kimi yetişə biləsin. Və biz də nə etdik? Onunla yetinmədik. O zaman üçün ən əlçatan və yüksək olan Türkiyə Respublikasında qardaş ölkədə getdik, uzmanlıq təhsilini aldıq. Mən də eyni qaydada və kardiologiya uzmanında oldum. Yəni həm burada, həm də Türkiyədə və belə deyim də o 5 ildə də artıq o kardiologiyanı mənimsədim, qayıtdım. Yəni baza təhsilin üstünə 5 il təhsil aldınız ki, invaziv kardioloq olasınız. Uzmanlıq təhsili, kardioloq olmaq üçün. Türkiyədə belədir sistem. Bəli. Ondan sonra da gəldik 2011-ci ildən, artıq 2012-ci ildə biz öz mərkəzimizdə o zaman dövlət səhiyyə sistemində əlavə olaraq biz də öz xəstəxanamızda rezidentura sisteminə müraciət etdik. Sağ olsunlar, bizi də nəzərə aldılar. Çünki həmin anda da, indi də ölkədə ən belə deyim də, samballı ürək mərkəzlərindən biri çalışdığımız mərkəz klinikadır. Və biz bu rezidentura təhsilini verdik və bu gün fəxrlə deyə bilərik ki, artıq biz 30-a yaxın mütəxəssis yetişdirmişik bu 14 ildə ölkədə. Neçə ildir bizdə rezidentura kardiologiya üçün? 4 il. 4 ildir, bildiyim qədərilə. Düşünürəm ki, kifayət edir. Yəni, standart olaraq 4 ildir və bu rezidentura təhsilini bitirən mütəxəssislərimiz artıq mütəxəssis kardioloq olurlar və istər poliklinika, istərsə kardioreanimasiya, istərsə də angiografiya laboratoriyasında rahatlıqla çalışa bilirlər. Yəni o səviyyədə bütün vərdişlərə yiyələnirlər. Bütün vərdişlərə yiyələnirlər və bu elmin, bu sahənin sirlərini öyrənirlər. Çünki indiki mütəxəssislər daha açıqdılar paylaşıma. Gəlin razılaşaq ki, bizim vaxtı biraz çox da öyrətməyə həvəsli olmurdu müəllimlərimiz. Belə faktlar var. Yəni sistem elə idi, belə deyək. Amma şükür Allah, sistem çox fərqlidir. Bəli, fərqlidir. Çox yaxşı, inkişaf etmişik, hər şey yaxşıdır. Həm Azərbaycanda, həm dünyada kardiologiya sahəsində çox yeniliklər var və dünya ilə eyni anda bu yeniliklər Azərbaycanda da var. Amma hələ də ürək səbəbindən ölüm halları birinci yerdədir. Elm, texnologiya bu qədər inkişaf etmişkən nədir bunun səbəbi? Əslində doğru vurğuladınız. Yəni mən qatıldığım bütün belə deyim də ictimai verilişlərdə, bu təbliğat verilişlərində də ilk öncə əsas məqsəd bu verilişlərin birinci maarifləndirmədir. Az öncə də qeyd etdiniz, yəni nə qədər elm, texnologiya inkişaf eləsə də, mütəxəssislərimizin sayı günü-gündən artsa da, bütün dünyada olduğu kimi bizdə də yenə də ürək damar xəstəliklərindən ölüm birinci yerdədir. Demək ki, səbəb tək sadəcə maddi texniki təchizat deyil, səbəb tək başına sadəcə mütəxəssis deyil. Çünki ürək damar xəstəlikləri xroniki bir xəstəlikdir və bu xəstəliklər zamanla yaşam müddətində belə deyim də, yaşanılan həyatın bir birikintisidir, bir nəticəsidir. Yəni, biz iki şeylə qarşılaşırıq və hər zaman mən öz çıxışlarımda da iki nüansı qeyd edirəm. Xəstəliklərdən qorunma metodlarının təbliği, qorunma üsulları daha ucuz və daha çətindir. Nəinki xəstələnəndən sonra müalicə proseduraları, sağalma proseduraları. Yəni, əslində biz ucuz olan, amma biraz da çətin olan işi göz ardı etdirik. Buna biz tibbi dildə birincili profilaktika deyirik ki, yəni necə edək ki, xəstələnməyək. Hamı bilir ki, xəstələndə həkimə getmək lazımdır. Həkimə getmək lazımdır. İndi amma necə edək ki, xəstələnməyək? Bəli, əsas məsələ necə edək ki, biz xəstələnməyək. Çünki bütün dünya artıq bunu sübut edib. Yəni, Avropada, inkişaf etmiş ölkələrdə bu gün orta ömür uzanıb. Və bunun da səbəbi artıq onlarda belə deyək də, infarktdan gənc yaşlarda ölüm və yaxud da ilk dəfə bir infarkt keçirir, ondan ölüm demək olar ki, çox az görülür və miokard infarktı keçirmiş və yaxud da ürək damar xəstəliyi olan, diaqnozu qoyulan 20 il, 30 il, 40 il rahatlıqla yaşayan xəstələr var, sağlam yaşayan xəstələr var. Və biz onlara baxanda demək ki, nədir? Bu xəstəlik bir həyatın sonu deyil,
xəstəliklə xəstələndikdən sonra rahatlıqla 20 il, 30 il, 40 il daha çox yaşamaq olur. Və ən əsası da hani yox mənim artıq bu bizim şəraitimiz belədir. Nə edək o çıxılmaz bir vəziyyəti, o çarəsizlik şeyini qəbul etməyib sağlam yaşamağı belə deyim də öyrənmək və onu davam etdirmək lazımdır. Mövzunu çox uzatmayım. Birincil profilaktika nədir? Birinci profilaktika insanın özü öz bədənini tanımasıdır, öz bədən quruluşunu tanımasıdır, fizionomiyasına bələd olmasıdır. Yəni siz də bu sahə ilə məşğulsunuz. Məsəl üçün qidalanma, hansı növ qidalar onun üçün daha sağlıqlıdır. Necə qidalanarsa daha yaxşı, sağlam qala bilər və gümrah qala bilər. Qidalanma bizə nəyə görə lazımdır? Günlük fiziki tələbatımızı ödəmək üçün enerji mənbəyidir. Həm də bir ləzzətdir, dad mənbəyidir. Biz elə eləməliyik ki, həm ləzzət və dad alaq, həm də ki, günlük lazım olduğu qədər enerji mənbəyi alaq. Və burada ən əsası birinci qidalanmadır. Bir mənalı şəkildə türklərdə bir söz var, deyir, kəndini bildi biləli. Yəni, özümüzü bildik biləli. Artıq həddi buluğa çatdığımız andan, yetkinliyə çatdığımız andan biz sağlam qidalanma, sağlam həyat tərzini davam etməliyik. Təşviq etməliyik. Bu, təbii ki, ailədən gəlir. Uşaq artıq gözünü açanda artıq ailədə sağlam qidalanma görür. Yenə də hansı, belə deyək də, heç bir zaman gec deyil, hansı mərhələdə başlasa yenə də yaxşıdır. Və xüsusən də bu kimlərə aiddir? Ailəsində irsi ürək xəstəliyi olan insanlar, hansı ki 30, 40, 50 yaşlarda bu ailələrdə miokard infarktından halları çoxdur, ailədə anidən ölüm halları çoxdur və bu cür ailə hekayəsi olan insanlar bələkdən belə deyək, uşaq vaxtından artıq uşaqlarına sağlam həyat tərzini təbliğ etməlidirlər və özləri də onu yaşamalıdırlar. Nümunə olmalıdır. Bunun üçün də nədir? Təəssüf ki, bizim mətbəximiz bu sağlam həyat tərzi üçün hal-hazırda uyğun deyil. Burada bir nüansı da qeyd edim. Çünki bəzən bir söhbət olur ki, bizim nənələrimiz, babalarımız da bu cür yeyirdilər, amma 90 il yaşayırlar. Rahat 70, 80, 90 ili sağlam yaşayırlar. Burada bir nüansı qaçırtmayaq həqiqətən də. Bəli, bizim nənələrimiz, babalarımız bəlkə də bizdən daha yağlı, kalorili yeyirdilər, amma bizdən daha çox da o kalorini əridirdilər. Yəni, o enerjini tükətirdilər, istehlak edirdilər. Biz isə hal-hazırda qidaya əl çatanlığımız çoxdur, çeşid çoxdur, ləzzətlərin sayı artıb, hamısından dadmaq istəyirik və bunlar da bizim rahat əl çatandır. Əvvəl qidanı əksəriyyəti evdə hazırlanırdı və yaxud da sadəcə yay mövsümündə hazırlanırdı, qışa tədarük olurdu. İndi əksəriyyətini 5 metr gedib marketdən rahatlıqla alırıq. Və heç getmək lazımdır. Telefonla sifariş edirsən, bütün gəlir hamısı nə istəsin. Yəni, qida alışqanlığımız, belə deyim də, daha çox ifrat dərəcədə qida əlavə etməliyik. Təbii ki, burada əlavə edirik. Təbii ki, burada yarım fabrikatlar, genetikası dəyişmiş qidalar da təsir edir. Söz yox. Amma ən əsası nədir? Biz bitki yağlarından hələ də çox az istifadə edirik. Qatı yağlar, bura heyvani yağlar, peydir, iç yağıdır, daha çox istifadə edirik. Un və un məhsullarını, xəmir məhsullarını daha çox istifadə edirik. Proteini daha çox ətdə görürük. Digər protein mənbələrini heç qəbul etmək istəmirik. Göz ardı edirik, bəli. Sizin də xüsusilə Novruzdan sonra yerinə düşdü bu un məmulatları. Tam yerinə düşdü. Məsəl üçün, Novruz bayramında şirniyyat, şəkərbura, paxlava, qoğal bunların tükətimi istərsəməz hər bir insan özünə uyğun seçməlidir ki, gün ərzində karbonhidrat da qəbul etməlidir, yağ da qəbul etməlidir, protein də qəbul etməlidir və bunları təzə şəkildə, fresh şəkildə qəbul etməlidir. Və balanslı. Və balanslı qəbul etməlidirlər və plus da qəbul etdiklərini xərcləməlidirlər. Əgər biz oturaq, işimiz oturaqdırsa, bütün günü ofisdə, inzibati işlə işləyiriksə və evdən maşınla, nəqliyyatla, avtobusla, işdə də, yəni günlük toplasaq, bəlkə də bir 1000 addım atmırıqsa, ona uyğun qidalanmalıyıq və yaxud da
ləzzətin, yeməklərin Dalıca ləzzətindən qaçırıqsa? qaçırıqsa da bunu da sonra əritmək lazımdır. Bu da nədir? Fiziki aktivlikdir. Dəfələrlə qeyd edirik. Hər gün ən az yarım saat açıq havada piyada gəzmək. Heç bir xərc tələb olunmur. Şükür Allah, indi şəhərimizin əksər yerlərində artıq gəzmək üçün uyğun parklar var, gəzə biləcəyimiz yerlər var. Yəni, heç bir maddi məsrəf tələb etmədən sağlıqlı, aktiv həyat tərzi sürməliyik. Və ikincisi, ən əsası, siqaret. Təəssüf ki, bugün ölkəmizdə siqaret, xüsusən gənclərin siqaretə başlaması daha erkən başlanılır və siqaret və tütün məhsulları ürək-damar xəstəlikləri üçün ən əsas risk faktorlarından biridir. Və xüsusilə də son illərdə yayılmış bu vaping, veyplərdən, elektron qəlyanlardan istifadə etmək ki, onların tərkibində belə yağlı maddələr var, efirlər var, qatqı maddələri var əlavə və bunlar da... Yəni, artıq elm sübut edib ki, bəli, bu elektron siqaretlər də bəzi xəstələrimizə biz də bir mənalı şəkildə belə deyim də qadağa qoyuruq ki, siqaret bir mənalı şəkildə ziyandır. Nə deyil ki, çəkmək siqareti, hətta pasiv içicilər dediyimiz, hani çəkirsiniz, yanındakı həmin tüstünü nəfəs alır. Bunlar da çəkənlər qədər eyni dərəcədə risk altındadır. Bunu elm çoxdan sübut edib, aparılan çalışmalar sübut edib. Və son 5-6 ildə artıq Avropa və xüsusən də Amerikada bu elektron siqaretlərlə aparılan müşahidələr, çalışmalar bir mənalı şəkildə göstərdi ki, bu elektron siqaretlər də heç bir məsum deyillər, günahsız deyillər. Bunlar da ənənəvi tütün məhsulları qədər ürək-damar xəstəliklərinə provokasiya edir, təhrik edir və əksər Avropa ölkələrində artıq bunların satışı müəyyən mənada məhdudlaşdırıldı. Hətta Amerika Birləşmiş Ştatlarında FDA dediyimiz, hansı ki, bu dərmanlara nəzarət edən qurum bir mənəli şəkildə xəbərdarlıq etdi ki, elektron siqaretlər ani ölümlərin riskini artırır. Yəni, kim belə deyək də anidən ölmək istəyirsə, bundan çəkə bilər. Amma xəbərdarlıq etdi ki, keçən ildə səhv etmirəmsə, bunu biz oxuyanda, mən internetdən götürmüşdüm məlumatı, artıq qadağan edib və yaxud da xəbərdarlıq edir ki, elektron siqaretlər ani ölümü artırır. Ona görə də ailəsində ürək-damar xəstəliyi olan, az öncə qeyd etdim, genetik meyilli olan, oturaq həyat tərzi olan, qidalanmasına fikir verməyən, xüsusən də şəkərli diabet və arterial hipertenziya kimi xroniki xəstəliyi olan, ələlxüsus da kişi cinsindən olan insanlar mütləq və mütləq ilərdə ürək-damar xəstəliyinin əzab çəkməmək üçün mütləq və şəkildə özlərinə artıq bir sağlam həyat tərzi seçməlidirlər. Genetik faktor burada nə dərəcədə güclü rol oynayır? Çünki bəzən olur ki, deyirlər ki, xeyri yoxdur, o nəsildə deyək ki, hamı 40 yaşdan sonra infarkt keçirir və yaxud ürəyinə stent qoyulur. Genlərimiz doğrudan da bu kardiologiya mövzusunda, yəni ürək-damar xəstəlikləri mövzusunda taleyimizdirmi? Yoxsa yenə də sağlam yaşayaraq, həyat tərzimizə, qidalanmamıza fikir verərək biz deyək ki, bunun qarşısını ala bilərikmi? Bir mənalı şəkildə deyə bilərəm ki, qarşısını alıb və müəyyən qədərdə gecikdirə bilərik. Bizim, şəxsən mənim praktikamda bu cür yetər qədər hallar var. Məsəl üçün, nəsillər var ki, məsəl üçün, bunlarda 40-lı yaşlarda kişilər, hətta 45-50 yaşlarda qadınlarda ürək problemindən vəfat edənlər çoxdur. Amma belə deyim də, maarifləndirmə, o bilinç artdıqca, o maariflənmə səviyyəsi yüksəldikcə neçə dənə həmin ailənin fərdi, məsəl üçün, infarkt keçirmədən və yaxud da ürək-damar xəstəliyi ilə bağlı angiografiya olunmadan, stent prosedurası olunmadan və yaxud da açıq ürək əməliyyatı olunmadan artıq özü gəlir ki, mənim ailəmdə genetik olaraq bizdə var. Nə edə bilər? Mən nə etməliyəm? Təbii ki, bir mənalı şəkildə genlər bizim qədərimizi müəyyən qədər yönləndirir, müəyyən qədər təsiri var. Amma və lakin
unutmayaq ki, insanın özünün qədərinə müəyyən qədər təsir etmə imkanı da var və sağlığına diqqət edərək sağlam şəkildə yaşayan həmin ailə fərdləri də az deyil. Hətta belə deyim, yəni biz bəzən onların çox irsi genetik faktorlarını nəzərə alaraq bəzən onları angioqrafiya edirik ki, baxaq görək səndə damar tutulması nə dərəcədədir, deyilmi? Bəzilərində hətta heç daralma belə, aterosklerotik daralma belə aşkarlamadığımız hallar olur. Bu təbii ki, sevindirici haldır. Yəni nəsildə genetik olmağı heç də pessimizmə qapılmamaq lazımdır ki, artıq məndə də olacaq. Bir kərə həkimlər onu daha yaxşı bilir ki, bu genetik genlərin ötürülməsində dominant resessivlik halına görə bütün ailə fərdləri heç bir də hamısı bu xəstələnəcək deyə bir şey yoxdur. Sadəcə olaraq risk altında olduqları üçün mütləq şəkildə nəzarətdə olmalıdırlar. Profilaktik yoxlanılmalıdırlar və ən əsas da qidalanmalarına diqqət etməlidirlər. Qanda xolesterinlərinin səviyyəsini məhdud normal səviyyə endirməlidirlər ki, burada da həm qidalanma, fiziki aktivlik və həkimin təyin etdiyi dərmanların mütəmadi qəbulu. Təşəkkür edirəm ətraflı məlumat üçün. Biz davam edəcəyik. Mən istəyirəm reklamlardan öncə bizim verilişimizin baş sponsoru Ştada şirkətinə təşəkkürümü bildirim. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə oluna bilər. Kalsium D3 Nikomet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsil idman həkimi Fərid Səlimovdur. Müasir fizioterapevtik yanaşma ilə xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlara baxaq, sonra maraqlı söhbətimizi davam etdirək. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.